Salamlar hər birinizə. Bugün çevrilmələrə aid bir neçə tapşırıq yerinə yetirək. Burada öncə bilmək lazımdır ki, çevrilmə zamanı beynəlxalq sistemdə əsas vahidə gətirmək lazımdır və yaxud BC-də olan vahidləri gətirmək lazımdır. Elə olur ki, kəmiyyətlərimiz törəmə vahidləri olur və biz onları gətirməliyik BC-də olan vahidlərə. Məsələn, qüvvə vahidi hər birimizə məlumdur. Qüvvə vahidinin Newtondur. Digər vahidləri isə kilonewton, meganewton, millinewton və ya mikronewton və s. bir çox ola bilər. Biz burada cədvəldən bilirik ki, bunları çevirən zaman kilo 1000 dəfə böyükdür, mega milyon dəfə böyükdür, milli 1000 dəfə kiçikdir, mikro isə milyon dəfə kiçikdir. Bunu hətta aşağı siniflərdən belə sadə olaraq kilometri metrə çevirmişsiniz və siz öyrənmişsiniz ki, 1 kilometrimiz 1000 metrə bərabərdir. Eyni zamanda kilo burada da 1000 dəfə böyük deməkdir. Yəni 1 kilonewtonu newtona çevirsək, 1 kilonewtonumuz 1000 newtona bərabər olacaq. Və yaxud 1 meganewtonumuz 1 milyon newtona bərabər olacaq. Biz bu şəkildə yazmaq bizim üçün əlverişli deyil. Biz bunu çeviririk, standart şəklə gətiririk. 1000 standart şəkildə 10^3 deməkdir. Milyon isə standart şəkildə neçə sıfırı var? 6 sıfır, 10^6'dır. Hesablamalar zamanı bu üsuldan istifadə etmək daha əlverişlidir.